86-cı ildən tək başıma 2 oğlan bir qızı öz himayəmdə böyütmüşəm, başa çatdırmışam. Lakin 26,9 kvadrat metrlik qəzalı bir mənzilim var. İllərdir ki, o vəziyyətdə yaşayıram, insan yaşayası yer deyil. Yəni, mənə fövqəladə halların aktı var, Xətai İcra Hakimiyyətinin aktı var. Özüm 2014-cü ildə Ulu Öndərin, ümumilli liderin doğum günündə cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə görüşmüşəm, Mehriban xanımla görüşmüşəm. Heydər Əliyev sarayının qarşısında şəkil çəkdirmişəm, məktub vermişəm. Lakin keçmiş icra başçısı Razim Məmmədov şəkilləri cırıb cibinə qoyub, məktubu gizlədib, amma Bakı Şəhər İcra Hakimiyyətinin fondunun arxivindən mən məktubu çıxartmışam, hal-hazırda da əlimdədir, altında möhür var, nəzarətdədir. Ancaq bunu mən bütün orqanlara müraciət etsəm də baxılmır, lakin 8 ay bundan qabaq Respublikanın baş prokuroru, baş ədliyyə müşaviri Kamran Əliyev cənabları məni qəbul etmişdir. Şəxsən məni Xətai prokurorunda qəbul etmişdir. Mənim adım siyahıda çıxan kimi Xətai prokuroru Sərdar İmanov qaça-qaça həyətə düşüb mənə əlin saldı boynuma ki, Gönçə, heç nə danışma, 3 dəqiqə danış. Səbəb nədir? 3 dəqiqə danış. Mən ancaq buna baxmayaraq bütün olanları, başıma gələn müsibətləri Kamran Əliyevə nağıl elədim, onun köməkçisi hamısını qeydiyyata aldı. Deməli, mənim öz haqqımı, hüququmu tələb etdiyim üçün mənim istifadəmdə olan, 45 ildir yaşadığım yerdə olan 12 sot torpaq sahəmi Delfin MMC adlı şirkətə satmışdır. Delfin MMC-nin də sərəncamı saxtadır, 2004-cü ilə yazdırıb. Lakin mənim oral notarial qaydada sənədim var. Deməli, notarial qaydada sənədim olsa da, deməli, mən 45 ildir həmin o torpaqdan istifadə etmişəm. Lakin mənim qonşularım, arxaları, dayaqları olduğu üçün də icra orqanları, prokuror, polis olan arxasında durduğu üçün hamısına külli miqdarda pul da verdik, binadan mənzil də verdik. O Delfin MMC-ni idarə edənlər Hacı Kamal, Hacı Etibar, Rövşən Fərhaddır. Bunların saxta sərəncamı olduğu üçün də bunlar binanı tikən kimi adını dəyişib Twins Art MMC qoydular. Hacı Kamal hətta mənə qadına yaraşmayan əxlaqsız sözlər dedi. Mən buradan bunu televiziya işçilərinə çatdırıram ki, ay Hacı Kamal, sən qondarma hacısan. Həqiqi hacı olsun, sən mənə o nalayiq sözləri deməzdin. Birincisi o sənin ailen, onların binanın həyətində satış ofisləri var. Mən bütün televiziyalara müraciət elədim, Real TV-yə, Xəzər TV-yə, Amil Xəllin verilişinə, Baku TV-yə. Bunlara müraciət elədim. Bir dənə Real TV gəlib çəkiliş eləyəndə Xətai İcra Hakimiyyətində şöbə müdürü Pənah İmanov bildirdi ki, Delfini akulalar udub. Akula kimdir? Xətai prokuroru, Xətai İcra Hakimiyyəti, Xətai polis idarəsidir. Niyə görə mənim hələ pis gözə göründüm ki, bir dənə mənim haqqımı yedilər. 3 uşaq anası, tək qadını bu vəziyyətə saldılar. Oğlumu işdən gələndə başına çay daşın vurub, huşsuz vəziyyətdə yerə yıxdılar. Çox başıma müsibətlər gəlibdi. Yaşamağım yaşayış deyir, ancaq krisalarla yatıb dururam. Krisalar mənim hətta qulağımı da çişləyiblər. 26,9 kvadrat metrdir. Qızım hal-hazırda şəkər xəstəsi. Onkoloji xəstə, 2-ci qrup əlildir, asma xəstəliyinin əziyyət çəkir. 18 ildir kirayədədir. 18 ildə mən şikayət edirəm. Lakin Xətai İcra Hakimiyyətinin göstərişi ilə mənim o 26,9 kvadrat metrlik mənzilim Bakı Mənzil Kommunal Departament tərəfindən sökülüb tikilməlidir. Etmirlər, mən jurnalistlərə də müsahibə verəndə də bunlar ondan sonra daha heç məni Xətai İcra Hakimiyyəti qəbul eləmir, heç salamımı da almır. Məni baş prokuror qəbul edib, göstərişim veribdir, ancaq buna əməl etmir Xətai prokuroru. Xətai polis idarəsi çağırır, bir get prokuror sənə qərar versin. Gönçə xanım, tələbiniz nədir? Tələbim odur ki, Delfin MMC, keçmiş rəhbərləri, indi hal-hazırda Twins Art MMC-nin rəhbəri Hacı Kamal, Hacı Etibar, Rövşən Fərhad mənim haqqımı, hüququmu versinlər, gizlənməsinlər. Çünki mən prezidentimlə görüşmüşəm, şəkil çəkdirmişəm. Mehriban xanımla, bütün bu deyilənlərin altını cızaraq deyirəm mən. Tam əminliklə deyirəm. Başımla da cavab deyəm. Bir dənə yalan söhbət yoxdur. Mən öz haqqımı, hüququmu tələb edirəm. Çünki mənim uşağım 18 ildir kirayələrdə sürünür. Sürünür, belə yaşamaq olmaz. Mən tikinti tikmişəm, 12 dəfə Razim Məmmədov sökübdür.
15 min ziyan vurub, aldığım pensiyanı mən banka ödəyirəm. Və mən necə yaşayım, necə dolanım? Mən baş prokuroruma deyirəm, Daxili İşlər Nazirinə deyirəm, məni qəbul edin. Xahiş edirəm, hər dəfə də baş prokurorluqla Daxili İşlər Naziri iki tərəfli araşdırma gedirdi. Ancaq burada polis, icra, Xətai prokuroru. Qrupboy birləşiblər Hacı Kamal'la, Hacı Etibar'la, Rövşənlə, Fərhadla. Hal-hazırda polis əməkdaşları yanımızdadır. Hər Bəli. dəfə vətəndaşlara arxa olurlar, dayaq olurlar, kömək edir. Bəli. Siz aparacaqlar. Mən də dövlətimə inanıram, polisimə inanıram, Daxili İşlər Nazirimə, baş prokuroruna inanıram. Bir dənə qadını əzirlər, yerlə bir eləyiblər, yerlə bir eləyiblər. Oldu Gönçə Mən ona xanım, görə də sakit mən ol. öz haqqımı, hüququmu tələb eləyirəm. Bu adamlar göyə parlanmayıb, Azərbaycandadırlar. Hazırda Gönçə xanımı qəbul aparırlar. Yəqin ki, Gönçə xanımın harayına səs verərlər. Təşəkkür edirəm izlədiyiniz üçün.